Salam, hər vaxtınız xeyir olsun. Bugün iyun ayının 1-i, saatlarımız 10:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid ala xəbərlərə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə paylaşım edilib. Paylaşımda deyilir: Əziz övladlar, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə hər birinizi təbrik edir, hamınıza can sağlığı və xoşbəxtlik arzuluyuram. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə paylaşım edib. Paylaşımda deyilir: yer üzərindəki hər bir uşağa möhkəm can sağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzuluyuram. İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu günün keçirilməsi barədə qərar 1925-ci ildə Cenevrədə uşaqların rifahına həsr olunmuş Ümumdünya konfransında qəbul edilib. Uşaqların Beynəlxalq Müdafiəsi Günü rəsmi olaraq 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qətnaməsi ilə təsis edilib və ilk dəfə 1950-ci ildə qeyd olunub. Bugünün bayrağı da var. Böyüməni, harmoniyanı, təravəti, məhsuldarlığı simvolizə edən yaşıl fonda yer kürəsini qırmızı, sarı, mavi, ağ və qara rənglərdə sterilizə olunmuş fiqurlar əhatə edir. Həmin insan fiqurları müxtəlifliyin və tolerantlığın rəmzi hesab olunur. Mərkəzdə yerləşdirilmiş yer fiquru bizim ümumi evimizin simvoludur. Uşaqların Beynəlxalq Müdafiəsi Günü yalnız uşaqlar üçün şən bir gün deyil. Bu gün həm də cəmiyyətə uşaqların hüquqlarını qorumağın vacibliyini xatırladır ki, bütün uşaqlar xoşbəxt böyüsün, təhsil alsın, sevdikləri işlə məşğul olsun və gələcəkdə ölkələrinin layiqli vətəndaşları olsunlar. Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev ölkədə yeni konstitusiyanın qəbul olunması ehtimalından danışıb. Qüdrət Həsənquliyev Xalq Cəbhəsi saytına müsahibəsində bildirib ki, bu zəruridir. Konstitusiyaya görə yerlərdə icra hakimiyyətini icra hakimiyyətlərinin başçıları həyata keçirir. Amma bəzi rayonlarda, bölgələrdə bu işi prezidentin səlahiyyətli nümayəndələri həyata keçirir. Prezidentin Qarabağa səfəri zamanı bu aydın görünür. Həm ən azından buna görə, həm də Ermənistanla ərazi mübadiləsi edəriksə, bu referendumla təsdiq olunmalıdır. Buna isə ciddi ehtiyac var. Konstitusiya islahatları aparılacaqsa, regional seçki yolu ilə formalaşan yerli icra hakimiyyəti orqanlarının yaradılması nəzərdə tutulmalı, parlamentin səlahiyyətləri də ciddi şəkildə artırılmalıdır. Daha yaxşı olardı ki, parlamenti respublika modelinə keçək. Dövlətimiz də 1918-ci ildə parlamentli respublika kimi yaranıb. ABŞ Silahlı Qüvvələrinin hərbi əməliyyatı çərçivəsində endirdiyi zərbələr nəticəsində giriş yolları uçqun altında qalmış 18 iri yeraltı raket silahı saxlama obyektinə yenidən çıxışı bərpa edə bilib. Bu barədə CNN telekanalı PEYK çəkilişlərinin məlumatlarına istinadən xəbər yayıb. Qeyd edilib ki, İran tərəfi bu bazaların tunel sistemlərini aparan 69 girişdən 50-sini təmizləyə bilib. Mütəxəssislərin fikrincə, bu İrana yeraltı ambarlardan sursatların operativ çıxarılması sayəsində İsrailə və Yaxın Şərq regionunun digər dövlətlərinə qarşı daha çox sayda uzun mənzilli ballistik raket buraxılışı həyata keçirmək imkanı verir. Analitiklər hesab edirlər ki, İranın yerli ambarlarında təxminən 1000 raket cəmlənib deyə
telekanal bildirib. Peyk çəkilişlərinin məlumatları göstərir ki, İran tərəfi yeraltı obyektlərə keçidləri bərpa etmək üçün mürəkkəb olmayan tikinti texnikası, buldozerlər və yük avtomobilləri cəlb edib. Bundan əlavə giriş yolları da qaydaya salınıb. CNN-in sorğu keçirdiyi ekspertlər vurğulayıblar ki, əldə edilən görüntülər İsrail, Amerikanın birgə bombardman əməliyyatının nəticələrinin məhdudluğunu nümayiş etdirir və Tehranın raket potensialını tunellərin girişlərinə intensiv və son dərəcə baha başa gələn zərbələr vasitəsilə aradan qaldırmaq mümkün olmayıb. Mütəxəssislərin fikrincə, İranın 20 ildən əvvəl tikintisinə başlanmış geniş şaxələnmiş yeraltı raket bazaları şəbəkəsi onun raketləri və buraxılış kompleksləri üçün əhəmiyyətli müdafiə səviyyəsi təmin edir. Obyektlərin yerləşdiyi xeyli dərinlik Amerika və İsrail zərbələrinin bu bazalara qarşı effektivliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Pentagonun rəsmi nümayəndəsi Sean Parnell CNN-in jurnalist araşdırmasının nəticələri barədə şərhlərdən yayınıb və əvvəllər səsləndirilmiş bəyanatı təkrarlayaraq bir daha bildirib ki, ABŞ silahlı qüvvələri dünyanın ən döyüşkən ordusudur və prezidentin qərarı ilə istənilən və dünyanın istənilən nöqtəsində tapşırıqları yerinə yetirmək üçün bütün lazımi vasitələrə malikdir. Son 3 həftə ərzində ABŞ silahlı qüvvələri İranın blokadasına baxmayaraq 70-ə yaxın gəminin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. Bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə ticarət gəmilərinin bu strateji əhəmiyyətli su yolundan keçməsinə ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığı köməklik göstərib. Qeyd edilir ki, boğazdan keçməzdən əvvəl gəmilərin əksəriyyətinin ekipajı görünmə dərəcəsini azaltmaq üçün izləmə cihazları söndürülüb. Bir sıra hallarda isə marşrutlar İran sahillərindən uzaq məsafələrdə qurulub. Qəzet vurğulayıb ki, Vaşinqton və Tehran arasındakı danışıqlarda irəliləyişin olmaması fonunda regionda vəziyyət gərgin, boğaz vasitəsilə gəmiçilik isə potensial olaraq riskli qalmaqdadır. ABŞ və İran arasındakı saziş böyük ölçüdə Tehranın nüvə proqramına həsr olunub. Bu barədə ABŞ lideri Donald Trump Trust Social sosial şəbəkəsində yayıb. O, CNN telekanalının üzərində işlənilən sənədin İranın nüvə proqramının toxunmadığı barədə xəbərlərini təkzib edib. CNN-in saxta xəbərlərində iddia olunub ki, mənim İranla nüvə sazişimdə nüvə silahı barədə heç bir qeyd yoxdur. Halbuki reallıqda orada İranın nüvə silahına sahib olmayacağı çox aydın şəkildə qeyd edilib. Əslində sazişin böyük hissəsi elə məhz bundan bəhs edir deyə Trump vurğulayıb. Ötən gün Fox News telekanalına verdiyi müsahibədə Ağ Ev rəhbəri Vaşinqton və Tehran arasındakı danışıqların yavaş templərlə irəlilədiyini bildirib. ABŞ lideri həmçinin qeyd edib ki, tərəflər razılığa gələ bilməsələr, ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır. İran, Türkiyə, Azərbaycan, İraq və Suriyada son dövrlərdə müşahidə olunan intensiv yağıntılar və su anbarlarının dolması iqlim dəyişikliklərinin deyil, süni müdaxilələrin nəticəsidir. Bunu Türk araşdırmacı Fahrettin Taşkaya iddia edir. Onun sözlərinə görə bu prosesin arxasında ABŞ və İsrail dayanır. Araşdırmacı bildirib ki, İran, İsrail və ABŞ arasında yaşanan hərbi qarşıdurma zamanı bəzi sistemlər fəaliyyət göstərə bilməyib və bunun nəticəsində bölgədə yağışların artdığı müşahidə olunur. O, xüsusilə İranda illər sonra ilk dəfə bu qədər güclü yağışın yağdığını və dağlardakı qar örtüyünün
uzun müddət ərmədiyini iddia edib. Taşqaya həmçinin Türkiyədə daşqınların baş verdiyini, İraqda quraqlıqdan əziyyət çəkən ərazilərin yenidən yaşıllaşdığını, su anbarlarının dolduğunu qeyd edərək bunları öz iddialarına sübut kimi göstərib. Araşdırmaçı çıxışında buludların və yağışların oğurlandığını, ABŞ və İsrailin iqlimə müdaxilə etdiyi iddiasını irəli sürərək son hadisələrin bu nəzəriyyələri təsdiqlədiyini bir daha vurğulayıb. Yanvar ayında İranda keçirilən nümayişlər zamanı həbs olunan Mehdirat Məhəmmədiniya və Aşkan Maliki edam edilib. Bu barədə İran mediası məlumat yayıb. Hər iki şəxs Tehranda Cəfəri məscidini yandırmaqda ittiham edilib. Onların ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra icra olunub. CENTCOM İranın cənubundakı hərbi hədəflərə zərbələr endirildiyini açıqlayıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın cənubundakı Qoruq rayonunda və Geşim adasında yerləşən radar obyektlərinə və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirdiyini bəyan edib. Müvafiq bəyanat CENTCOM-un X sosial şəbəkə hesabında paylaşılıb. Məlumata əsasən zərbələr şənbə və bazar günləri İranın fəaliyyətlərinə, o cümlədən beynəlxalq sular üzərində ABŞ-nin MQ-1 pilotsuz uçuş aparatının vurulmasına cavab olaraq endirilib. CENTCOM əməliyyatın müdafiə xarakteri daşıdığını vurğulayıb. Amerikanın iddiasına görə əməliyyat zamanı hava hücumundan müdafiə vasitələri, yerüstü idarəetmə stansiyaları və ABŞ-nin qiymətləndirməsinə görə regionda gəmiçilik üçün təhlükə yaradan 2 zərbə puası da məhv edilib. Komandanlıq həmçinin əməliyyat nəticəsində Amerika hərbi qulluqçularından heç birinin xəsarət almadığını bildirib. Sepah ABŞ-nin zərbələrinə cavab verildiyini açıqlayıb. İslam İnqilabı Keşişçiləri Korpusu ABŞ ordusunun İranın cənubundakı Sirik adasını hədəf almasına cavab verib. Mehr xəbər agentliyinə istinadən yayılan məlumata görə bu barədə Sepahın bəyanatında bildirilib. Qeyd olunur ki, ABŞ ordusunun Hörmüzqan əyalətində yerləşən Sirik adasındakı rabitə qülləsinə zərbə endirdiyi aviabaza Sepahın aerokosmik qüvvələri tərəfindən hədəfə alınıb. Nəzərdə tutulan hədəflər məhv edilib deyə bəyanatda vurğulanıb. Sepah ABŞ-ni qarşılıq verəcəyi halda cavabın tamamilə fərqli olacağı barədə hədəliyib. Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın cənubundakı Qoruq rayonunda və Geşim adasında yerləşən radar obyektlərinə və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirdiyini bəyan edib. İsrail qüvvələrinin nümayəndələri İsrail Müdafiə Qüvvələrinin Livanın paytaxtı Beyrutda əməliyyatlarını genişləndirməsinə razılıq verilməsi üçün Vaşinqtona müraciət ediblər. Bu barədə The Jerusalem Post qəzeti mənbələrə istinadən xəbər yayıb. İsrailin yüksək rütbəli nümayəndələri ABŞ rəhbərliyinə Beyruta zərbələrin genişləndirilməsinə razılıq verilməsi xahişi ilə sorğu göndəriblər deyə nəşr qeyd edib. Nəşrlə həmsöhbətlərində iddia ediblər ki, İsrail tərəfi həm Vaşinqtonla Tehran arasında danışıqlar prosesində, həm də İsrail ilə Livan arasındakı dialoqda irəliləyişlərin olmaması fonunda Amerikanın reaksiyasının müsbət olacağını gözləyir. İsrail hökumətinin başçısı Benyamin Netanyahu Livan ərazisindəki fəaliyyətini gücləndirmək niyyətində olduğunu bəyan edib. O vurğulayıb ki, hərbi əməliyyat daha çox vaxt tələb edəcək. Lakin İsrail öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək əzmindədir.
İsrailin Livana hücumlarında ölənlərin sayı 3400-ü keçib. Son sutka İsrailin Livanın cənub və şərq əyalətlərinə endirdiyi hava zərbələri nəticəsində azı 41 nəfər həlak olub. Bu barədə Livanın Səhiyyə Nazirliyi X sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə 140 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Martın 2-də hərbi gərginliyin başlamasından bəri həyatını itirən vətəndaşların ümumi sayı 3412 nəfərə çatıb. Yaralıların sayı isə 10269-a yüksəlib deyə açıqlamada bildirilib. İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən, bir hissəsi isə ölkənin xüsusi şəraitindən yaranan təzyiqlərdən qaynaqlanır. Taslim agentliyinin istinadən verilən məlumata görə bunu İran prezidenti Məsud Pezeşkiyan Nazirlər Kabinetinin iclasında deyib. O qeyd edib ki, hökumət ölkənin mövcud çətinliklərindən ən az xərc və zərərlə çıxması üçün var gücü ilə çalışır. Pezeşkiyanın sözlərinə görə ölkənin sosial kapitalının gücləndirilməsi və problemlərin həlli xalqa dürüst davranmaqdan asılıdır. Çətin şəraiti dəf etmənin və güclü, sabit gələcəyə çatmağın yolu sosial kapitala, milli birliyə və İranın qurulmasında hamının iştirakına güvənməkdir. İranda prezident Məsud Pezeşkiyanın mümkün istefası ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirilib. Prezidentin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Mehdi Təbabayev sosial şəbəkə hesablarında paylaşdığı açıqlamada istefa iddialarını təkzib edib. Təbabəti bildirib ki, Pezeşkiyan xalqına xidmət yolundan geri çəkilməyəcək. Pezeşkiyan xalqa xidmətdən bir addım da olsun geri çəkilməyəcək. İran xalqı da həmrəylik və müqavimət yolundan dönməyəcək deyə o vurğulayıb. Qeyd edək ki, bundan əvvəl bəzi media resurslarında İran prezidenti Məsud Pezeşkiyanın istefa verə biləcəyi ilə bağlı iddialar yayılmışdı. Rəsmi Tehran isə həmin məlumatları bir daha təqzib etmişdi. Erdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək, ABŞ-İran sülh danışıqları müzakirə olunacaq. Bu barədə Haber Qlobala istinadən xəbər verilir. Məlumata görə iclasda əsas müzakirə mövzusu iqtisadiyyat olacaq. Belə ki, toplantıda iyunun ilk həftəsi açıqlamanı gözlənilən inflyasiya rəqəmlərindən əvvəl mövcud vəziyyət dəyərləndirəcək. Həmçinin terrorsuz Türkiyə prosesi və terrorçuların tərki silah edilməsi ikinci gündəm mövzusu olacaq. Bundan başqa ABŞ ilə İsrailin İrana hücumları ilə başlayan müharibənin sonlandırılması üçün aparılan sülh danışıqları prosesdə Türkiyənin üzərinə götürdüyü rol da müzakirə ediləcək. İclasdan sonra Erdoğanın mətbuata açıqlaması ilə çıxış edəcəyi gözlənilir. Bir son xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakı Expo mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, Caspian Oil and Gas 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji sərgisi, Caspian Power və 31-ci Baku Enerji Forumunun rəsmi açılış mərasimində iştirak edir. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Davam edirik. Türkiyənin İzmir şəhərinin Buca bələdiyyəsində rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə əməliyyat keçirilib. TRT Haber xəbər verir ki, əməliyyat çərçivəsində Buca bələdiyyəsinin sədri Görkəm Duman və bir sıra digər şübhəlilər saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır. İran şahının oğlu Rıza Pəhləvi İsraili İranın strateji tərəfdaşı kimi gördüyünü açıqlayıb. Pəhləvi bu barədə çıxışında
bildirib. Bizim İsraillə heç bir fikir ayrılığımız yoxdur. Bu rejim İsraili yer üzündən silmək istəyir. Biz isə onu real strateji tərəfdaş hesab edirik, deyə o bildirib. Pəhləvi İsrailli dostlarını İranın üzləşdiyi problemlərin həllində kömək etməyə də çağırıb. Biz İsrailli dostlarımızı İranın qarşılaşdığı bir çox problemlərin həllində bizə yardım etməyə dəvət edirik, deyə İranın sonuncu şahının oğlu qeyd edib. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan, baş nazir Nikol Paşinyanın ordunun sıfırdan qurulması ilə bağlı fikirlərini tənqid edib. Xocalı soyqırımının əsas təşkilatçılarından olan və Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak etmiş Ohanyan bildirib ki, Paşinyanın Ermənistan silahlı qüvvələrinin yaradılmasına heç bir aidiyyatı yoxdur. Müxalifətdəki Ermənistan blokunun nümayəndəsi qeyd edib ki, ordu bütün erməni xalqının Qarabağdakı qondarma separatçı rejimin ermənilərinin, Ermənistanın və diasporun birgə səyləri ilə sıfırdan formalaşdırılıb. Ohanyan diqqətə çatdırıb ki, həlak olmuş hərbiçilərin xatirəsinə təşkil olunan mərasimdə artilleriya yaylım atəşi məhz köhnə silahlardan həyata keçirilib. Sabiq Müdafiə Nazirinin sözlərinə görə 2018-ci ildən sonra qəbul edilən bir sıra qərarlar ordunun idarə etmə sisteminə, təşkilati mexanizmlərə və hərbi intizama mənfi təsir göstərib. O iddia edib ki, bu problemlər 44 günlük müharibə zamanı daha aydın şəkildə üzə çıxıb və özünü göstərib. 7 iyunda Ermənistanda keçiriləcək seçkilərlə bağlı maraqlı statistik məlumatlar müzakirə olunur. Rusiyadan Ermənistana ümumilikdə 30 aviareys həyata keçirilib və məlumatlar Zvartnos hava limanının uçuş cədvəlində əsasən belə məlumat paylaşılıb. Orta hesabla 180 sərnişin tutumuna malik olan təyyarələr nəzərə alınmaqla gündəlik sərnişin axınının təxminən 5-6 min nəfər olduğu ehtimal edilir. Qeyd olunub ki, bu dinamika seçki gününədək davam edərsə və quru sərhədlərindən ölkəyə daxil olanlar da nəzərə alınarsa, Rusiyada yaşayan 100 mindən çox Ermənistan vətəndaşının ölkəyə qayıtması mümkün görünür. Müşahidəçilər bildirirlər ki, xaricdə yaşayan Ermənistan vətəndaşlarının ölkəyə dönüşü seçkilərdə iştirak səviyyəsinə təsir göstərə və hökumətin formalaşmasında mühüm rol oynaya bilər. Kongo Demokratik Respublikasında Ebola virusuna 282 yoluxma halı təsdiqlənib. Bu barədə Kongonun Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, epidemiya əvvəlki kimi əsasən Ituri əyalətini əhatə edir. Burada ölkə üzrə təsdiqlənmiş 282 haldan 264-ü qeydə alınıb. Şimali Kivu əyalətində 15 yoluxma halı aşkarlanıb. Daha 3 halı isə Cənubi Kivu əyalətində müəyyən edilib. Ümumilikdə virusdan 42 nəfər dünyasını dəyişib, 238 pasiyentin müalicəsi davam edir. Həmçinin 2 tam sağalma halı da qeydə alınıb. Kongo rəhbərliyi mayın 15-də rəsmi olaraq Ebola qızdırması epidemiyasının başladığını elan edib. Xəstəliyə səbəb ilk dəfə 2007-ci ildə Uganda ərazisində müəyyən edilmiş Bundibugyo ştamı olub. Eksperimental preparat məədaltı vəzi xərçəngində sağ qalma müddətini 2 dəfə artırıb. Araşdırmanın nəticələri New England Journal of Medicine-də dərc olunub. Tədqiqatın müəllifləri bazar günü Amerika Klinik Onkologiya Cəmiyyətinin konfransında bildiriblər ki, preparat uğursuz keçən ilk müalicə kursundan sonra standart kimyaterapiya ilə müqayisədə pasiyentlərin ömrünün uzunluğunu 2 dəfə artırıb. Tədqiqatda xəstəliyin irəliləmiş formasına sahib olan 500-ə yaxın insan iştirak edib. Arizona Universiteti Onkologiya Mərkəzinin mütəxəssisləri məədaltı vəzi xərçəngi üzrə
Ekspert Raçna Şrov qeyd edib ki, kimyaterapiyadan sonra xərçəngi proqressivləşdirən pasiyentlərdə sağ qalma göstəricisinin 2 dəfə artdığı və ölüm riskinin azalması indiyədək heç vaxt müşahidə olunmayıb. Nəticələrə əsasən Daraxonrasib ümumi ölüm riskini 60% azaldıb və pasiyentlərin demək olar ki, 3də 1-ində şişin proqressivləşməsini dayandırıb və ya prosesi geriyə çevirib. Müqayisə üçün qeyd edək ki, kimyaterapiya alan xəstələr arasında belə bir effekt cəmi 10% halda qeydə alınıb. İlkin məlumatlar göstərir ki, yeni preparatı qəbul edilən pasiyentlərin ümumi sağ qalma müddətini median standart terapiya alan pasiyentlərdən 6-7 aya qarşı 13,2 ay təşkil edib. Sınaqların baş tədqiqatçısı Harvard Universitetinin Dana-Farber Xərçəng İnstitutunun həkimi Brian Wolpin bildirib ki, bu nəticələr mədə-altı vəzi xərçənginin müalicəsinə yanaşmanı dəyişə bilər. Ekspertlər həmçinin vurğulayıblar ki, kimyaterapiyadan sonra xəstəliyi proqressivləşdirən pasiyentlərdə sağ qalma müddətinin bu dərəcədə əhəmiyyətli artımı əvvəllər heç vaxt görünməyən bir hal olub. Preparatın ən çox rast gəlinən yan təsiri dəri səpkisi olub ki, bu da tədqiqat iştirakçılarının 86%-dən çoxunda özünü biruzə verib. Lakin əksər hallarda antibiotiklər və yerli steroidlərlə müalicə edilib. Mədə-altı vəzi xərçəngi ən təhlükəli onkoloji xəstəliklərdən biri olaraq qalmaqdadır. Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə 2026-cı ildə ABŞ-də təxminən 68 min insana bu diaqnoz qoyulacaq və 53 minə yaxın pasiyent bu xəstəlikdən dünyasını dəyişə bilər. Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin dayandırılması və diplomatik yolların axtarılması üçün mühüm bəyanatla çıxış edib. Dövlət başçısı cəbhədəki cari vəziyyəti dəyərləndirərək Moskva ilə masaya əyləşmək üçün əlverişli şəraitin yarandığını diqqətə çatdırıb. Ukrayna lideri FSN Nation proqramına verdiyi müsahibədə 2025-ci ilin dekabr ayından etibarən Rusiya ordusunun döyüş meydanında təşəbbüsü itirməyə başladığını vurğulayıb. Onun sözlərinə görə cari ilin yanvar ayında Amerikalı tərəfdaşlara danışıqlar üçün xüsusi bir pəncərənin yarandığı barədə məlumat verilib. Hesab edirəm ki, danışıqlar üçün fürsət pəncərəsi var. Çünki Rusiya hər ay daha çox canlı qüvvə itirir. Hazırda onlar bir ay ərzində bizim azad etdiyimizdən daha çox ərazini işğal etmək iqtidarında deyirlər. Ona görə də növbəti qış başlamazdan əvvəl diplomatik yol tapmalı, oturub danışmalıyıq. Zelenski qeyd edib ki, bu prosesin uğuru həm Rusiya cəmiyyətinin Putinə edəcəyi daxili təzyiqdən, həm də ABŞ və Avropanın sanksiyalarından asılıdır. Danışıqlarda Avropanı kimin təmsil edəcəyi məsələsinə toxunan prezident, Böyük Britaniya, Fransa və Almaniyanın yer aldığı Y3 formatını, həmçinin Şimali Avropa ölkələrini və hərbi əsirlərin qaytarılmasında böyük xidmətləri olan Türkiyəni potensial vasitəçilər kimi qeyd edib. O yekun qərarın Ukrayna və Avropa tərəfindən veriləcəyini, lakin Kremlində bu dialoqa və Avropanın inkişafına hazır olmasının vacibliyini əlavə edib. Ermənistan-Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında qəti seçim barədə yalnız bu məsələ bıçaq sümüyə dirənəndə düşünəcək. Bu barədə Ermənistanın baş nazirinin müavini Mıher Qriqoryan bəyanat verib. Baş nazirin müavini hazırda Ermənistanın bildirib ki, məlumata görə İrəvan hələ ki ittifaqdan ayrılacağı təqdirdə iqtisadiyyata dəyə biləcək ziyanı hesablamağa bir ehtiyac görmür. Qriqoryan məsələni kəskinləşəcəyi təqdirdə konkret addımların atılacağını və lazım gələrsə stres testlərin keçiriləcəyini, lakin hazırda belə bir ssenarinin nəzərdən keçirilmədiyini qeyd edib. Eyni zamanda Ermənistan rəsmisi son vaxtlar Rusiyaya mal idxalında yaranan problemlərin siyasi deyil, texniki xarakter daşıdığını iddia edib və bu çətinliklərin tezliklə aradan qaldırılacağına
ümid etdiyini bildirib. Qriqoryan həmçinin baş nazir Nikol Paşinyanın ölkənin varlanması planları ilə bağlı fikirlərini bölüşdüyünü, lakin bunun necə baş verəcəyini uzun bir müzakirə mövzusu olduğunu qeyd edib. Moldovanın Xarici İşlər Naziri Mikhail Popşoy Rumıniya ilə birləşmə ehtimalından danışıb. Nazir bu ideyaya müsbət yanaşdığını ifadə edib. O, Rumıniya vətəndaşı olduğunu xatırladaraq belə bir təşəbbüs irəli sürülərsə, onun əleyhinə olmayacağını deyib. Nazirin sözlərinə görə bu məsələ ilə bağlı yekun qərar Moldova vətəndaşlarının iradəsindən asılıdır. Xatırladaq ki, daha əvvəl Rumıniya prezidenti Nikşordan da bildirmiş ki, əgər Moldova cəmiyyəti iki ölkənin birləşməsinə dəstək verərsə, Buxarest bu prosesi müzakirə etməyə və həyata keçirməyə hazırdır. Rusiya ordusu miokard infarktı vəziyyətindədir. Ukrayna ordusunun cənubda Rus qoşunlarının logistikasına hücumları faktiki olaraq Ruslar arasında miokard infarktı kimi xarakterizə edilə bilən bir vəziyyətə səbəb olub. Bunu Ukraynalı ekspert Pavlo Lakiçuk deyib. Onun sözlərinə görə cəbhədəki vəziyyət birbaşa olaraq Rusların maddi-texniki təminatının vəziyyətindən asılıdır. Mütəxəssis məlum prinsipi xatırladıb. Döyüşdə taktika, müharibədə isə logistika qalib gələ bilər və məhz cənub istiqamətində Rusiya ordusu hazırda təchizatla bağlı artan çətinliklərlə üzləşir. Ukrayna qüvvələri işğal olunmuş cənubu Rusiya ərazisi ilə birləşdirən əsas nəqliyyat arteriyasına sistemli şəkildə hücum edir. Bu təkcə Kerç körpüsündə deyil, bütövlükdə bütün logistika sisteminə, avtomobil və dəmir yolu əlaqələri, bərə xidmətləri və Novorossiysk, Temryuk, Feodasiya və Sevastopol arasındakı dəniz nəqliyyatına da aiddir. Yerli xəbərlərlə davam edirik. Bərdə rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bəcravan kənd ərazisində qeydə alınıb. Belə ki, iki minik avtomobili toqquşub. Nəticədə sonuncu idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Yol qəzasında xəsarət alan 10 nəfər 32 yaşlı Babayev Orxan, 22 yaşlı Hacıyev Royal, 19 yaşlı Hətəmov Ayxan, 47 yaşlı Paşayev Efras, 36 yaşlı Həmidova Rabella, 8 yaşlı Həmidzadə Ömər, 62 yaşlı Həmidova Şəkürə, 61 yaşlı Həmidov Həmid, 37 yaşlı Həmidov Kamandar Bərdə rayon mərkəzi xəstəxanasının diaqnostika şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Təbibdən isə bildirilib ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq 10 nəfər Bərdə mərkəzi rayon xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər, 7 kişi, 2 qadın ambulator müalicə üçün evə buraxılıb. Hazırda bir nəfər kişinin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mayın 31-i Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü münasibəti ilə paylaşdığı yazıda qeyd olunub. Bildirilir ki, həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. Himayədar ailələrə verilən uşaqlardan 34-ü oğlan, 44-ü qızdır. Hazırda həmin uşaqlardan 41-i Bakıda, 4-ü Abşeronda, 33-ü rayonlarda, Ağcabədi, Astara, Biləsuvar, Cəllabad, Gəncə, Oğuz, İmişli, Mingəçevir və Zərdabda
yaşayırlar. Qeyd olunub ki, Nazirlik tərəfindən himayədar ailələrə aylıq sosial ödənişlər də edilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşaqlara görə aylıq 355 manat, 7-13 yaş arası uşaqlara görə 375 manat, 14-18 yaş arası uşaqlara görə aylıq 395 manat müavinət ödənilir. Əlilliyi olan uşaqlar üçün isə bu məbləğlər yaş qruplarına uyğun olaraq müvafiq şəkildə 500, 600 və 650 manat təşkil edir. Bununla yanaşı himayədar ailəyə verilmiş uşaqların mövsümi geyimlə təmin olunması məqsədi ilə ailələrə hər rübdə bir dəfə, hər uşaq üçün 200 manat məbləğində bir dəfəlik müavinət verilir. Qeyd edək ki, hər il mayın 31-i bir sıra ölkələrdə, o cümlədən də Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur. Məqsəd valideyn himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən himayədar ailələrin əhəmiyyətini vurğulamaq və onları dəstəkləməkdir. Göygöl rayonunda da yol qəzası baş verib. Hadisə Gəncə-Şəmkir magistral yolunun Göygöl rayonundan keçən hissəsində Quşqara kənd ərazisində qeydə alınıb. Belə ki, BMW markalı avtomobil idarəetmədən çıxaraq bir neçə dəfə aşıb və əks yola çıxıb. Qəza nəticəsində sürücü 2000-ci il təvəllüdlü Məhərrəm Bəyalıyev, avtomobildə olan sərnişin 2005-ci il təvəllüdlü Ayşə Abdullazadə və daha bir sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədəki xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası Arpaçay çayının Şərur rayonunun Yuxarı Daşaq kəndindən keçən hissəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın çay yatağında traktorla dib dərinləşdirmə işləri apardığı zaman ani gələn sel nəticəsində həyatı təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib. Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri zamanı çayda köməksiz vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Cəfərov Elvir Məhərrəm oğlu xilas edilib. Hazırki dövrdə ölkə üzrə 107.524 uşaq məktəbə qədər təhsillə əhatə olunub. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, onlardan 57.643-ü oğlan, 49.881-i isə qızdır. Cari tədris ilində ümumi təhsil məktəblərinin birinci siniflərində 131.407 şagird təhsil alır. Mayın 6-sından etibarən 2026-2027-ci il tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb və valideynlər həmin tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçirə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır. Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyat iyunun 5-i saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi daxildir. Uşaqların birinci sinifə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Birinci sinifə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin olunması əsas hədəflərdən biridir.
Son vaxtlar sosial şəbəkələrin monitoringi göstərir ki, Instagram, TikTok və xüsusilə Telegramda saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur. Həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt Dövlət İmtahan Mərkəzinin loqosu və adından istifadə edirlər. Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə güya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar. Abituriyentlər və valideynlər diqqətli olmalı, sosial şəbəkələrdə bu tip təhrik edici təkliflərin dələduzluq əməli olmağını bilməlidirlər. Unutmaq lazım deyil ki, belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır. Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq bu cür səhifələrlə bağlı məlumatları müvafiq hüquq mühafizə orqanlarına təqdim edir. İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz. Bakının Nizami rayonunun bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Azərişıq Açıq Səhmdar Cəmiyyəti xəbər verir. Belə ki, Nizami rayon Enerji Təchizatı və Satış İdarəsinin ərazisində təmir təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq. Təmir təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar. Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədi ilə gücləndirilmiş iş rejimində çalışıb. Bildirilir ki, 112 telefon qaynar xəttinə bayram günləri ərəfəsində 221 yanğına çıxış, 17 köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza xilas etmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirə salınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bayram günləri ərzində biri az yaşlı olmaqla 21 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, 4 nəfərin meyidi aidiyyatı üzrə təhvil verilib. Bugündən Xırdalan şəhərini metronun Memar Əcəmi stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Qeyd olunub ki, ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nəğdsiz qaydadadır, gediş haqqı 60 qəpikdir. Ağcabədi rayonunda kanaldan qadın meyidi aşkarlanıb. Hadisə Yuxarı Qarabağ kanalının rayonun Təzəkənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə suda aşkarlanan meyidin Tərtər rayonunun Köçərli kənd sakini 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovaya aid olduğu müəyyən edilib. Meyid aidiyyatı qurumların əməkdaşları tərəfindən sudan çıxarılaraq müvafiq qaydada təhvil verilib. Hadisənin baş vermə səbəblərinin dəqiqləşdirilməsi məqsədi ilə araşdırmalara başlanılıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən istintaq tədbirləri davam etdirilir. Bugündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı qərar
qüvvəyə minib. Ölkə daxilində ödəniş kartları ilə müəyyən kodlar təsərrüfat subyektlərinin fəaliyyət sahəsinin tənsibləşdirilməsi üçün Ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interchange-in yuxarı həddi müəyyən edilib. Qərar martın 18-də imzalanıb. Qeyd edək ki, interchange nəğdsiz ödənişlər zamanı kartı buraxan bank və ya ödənişi qəbul edən bank arasında hesablaşmalar arasında tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqından banklar tərəfindən bölünür və layallıq proqramları üçün istifadə olunur. Bugün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabah havanın temperaturu 15-18 dərəcə isti, gündüz isə 22-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da sabah hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağıntılı olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı deyilir, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu bugün gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz 15-20, bəzi yerlərdə isə temperaturun biraz da yüksələrək 23-26 dərəcəyə qədər isti olacağı ehtimal olunur. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün səhər saat 10:00 xəbərlərini izləməyi unutmayın. Bizi izləyin, xəbərlərdən xəbərdar olun. Sağ olun, salamat qalın.